Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ba'd. Ve sonra Rabbimiz buyurur ki: "Seyekulu sufahâ'u minen nas ma vallâhum an kıbletihim elleti kanu aleyha. Kul lillahil meşriku vel mağrib yehdi men yeşâ'u ila sıratil müstakim." Rabbimiz buyurur ki, insanlardan deyir, səfeh olanları deyəcəklər ki, sizi nə vadar etdi, üzünüzü çevirdiniz onların qibləsindən, hansı ki, siz ona tərəf, yəni o qibləyə tərəf namaz qılırdınız, ibadət edirdiniz. Buyurur ki, İmam Bəğəvi rahimallah, yəni burada insanlardan səfeh olanlar Allah Azze və Cəllənin məqsədi cahillərdir. Deyir, Əl-cühhalu minən-nəs, yəni insanlardan olan cahillər. Eyyü şeyin sarafahum və havvaləhum ən qiblətihim əlləti kənu aleyhə. Yəni, olduğunuz qiblədən sizi nə çevirdi, yəni üzünüzü? Burada məqsəd əl-qiblə, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə olanda, Məkkədən gələndən sonra Mədinədə olanda nə idi? Beytül-Məqdisə tərəf namaz qılırdı. Yəni, o qibləsi o tərəfə etmişdi. Lakin Məkkədə olanda bəs Peyğəmbər sallallahu aleyhi ve sellem hansı tərəf namaz qılıb? Cavab budur ki, Məkkədə olanda isə Kəbəyə namaz qılırdı. Sahabələrlə bir yerdə, Kəbəyə tərəf, Beytül-Məqdisə tərəf yox. Lakin Mədinəyə gələndən sonra Beytül-Məqdisə tərəf namaz qılır. Və o məsələyə də inşallah indi burada İmam Bəğəvi rahimehullah toxunur və diqqətli olun, görəcəksiniz həmən məsələni. Ola bilsin çoxları heç məsələni bilmir. Və buyurur ki, yəni Beytül-Məqdisdən sizin üzünüzü çevirən nə oldu? Və qiblə sözü burada deməli bu ayə nazil olub Yəhudilər və Məkkə müşrikləri barəsində. Yəhudilər və Məkkə müşrikləri barəsində. Onlar deyir, Beytül-Məqdisdən qiblənin Kəbəyə, Məkkəyə tərəf çevrilməsində Peyğəmbər sallallahu aleyhi ve sellemə tən etdilər. Fəqalu li müşriki Məkkə, yəni onlar, yəni Məkkə müşrikləri, onlar dedilər ki, artıq deyir Muhammed قد تردد على محمد أمره فاشتاق إلى مولده وقد توجه نحو بلدكم. Məkkə müşrikləri qayıdıb dedilər ki, Muhammed sallallahu aleyhi ve sellem artıq deyir öz işində tərəddüd edir. Yəni güya Peyğəmbərimiz sallallahu aleyhi ve selləmi Məkkə müşrikləri deyir ki, yəni güya Peyğəmbərimiz sallallahu aleyhi ve sellem şübhə içindədir. Hə? Yəni üzünü çevirib hara? Məkkəyə tərəf namaz qılır. Yəni deyir, xeyir ola deyir, Beytül-Məqdisə tərəf namaz qılırdı. İndi isə üzünü çevirdi hara? Yəni Məkkəyə tərəf namaz qılır. Və bu vaxtı həmən Məkkə müşrikləri deyirlər ki, Muhammed sallallahu aleyhi ve sellem tərəddüd içindədir və yəqin ki, deyir, qəlbi, yəni Mədinəyə köçəndən sonra qəlbi istəyir ki, öz doğum yerinə tərəf, yəni təşviq edir. Yəni qəlbi öz doğulduğu yerə tərəf onu təşviq edir və ona görə deyir, üzünü çevirib deyir, öz doğulduğu şəhərinə namaz qılır. Aydındır? Və huvə raciun ilə dinikum. Və deyir ki, başlayırlar Məkkə müşrikləri öz aralarında ki, yəni deyir, görəcəksiniz deyir, yəni Muhammed sallallahu aleyhi ve sellem öz dininə qayıdacaq. Yəni babaların dininə, yəni şirkə və küfrə. Az ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o dində heç olmayıb. Fəqalallahu Teala, və bu vaxtda Allah Azze və Cəllə bu ayəni nazil etdirir ki, Qul lillahil məşriqu vəl məğrib yəhdi mən yəşəu ilə sıratil müstəqim. De ki, deyir, məşriq də və məğrib də Allaha məxsusdur. Yəni, mülk olaraq, xəlq olaraq Allaha məxsusdur və onun məxluqatıdır, yəni qullarıdır. Yəhdi mən yəşəu ilə sıratil müstəqim. Allah istədiyinə sırat-ül müstəqimə hidayət verir. Yəni, heç bir nə Peyğəmbər, nə Rəsul, heç bir dəvətçi kiməsə hidayət verə bilməz. Heç vaxt, mümkün deyil. Hidayət yalnız alimlərin Rəbbi olan Allah əlindədir. Yəni, insanın qəlbinə hidayət toxumunu atmaq, iman toxumunu atmaq
və onu haqqa yönəltmək, vallahi bu Rəbbimizin əlindədir. Heç kəsin əlində deyil. Yalnız rəsullar və onlardan sonra olanlar, bütün hamısı bunlar nədir? Yalnız o hidayət yoluna nədir? Yəni göstərənlərdir, yol göstərənlərdir. Aydındır, səbəblərdir. Lakin hidayət isə, əsl hidayət, hansı ki onu Allah Azze və Cəllə Rəblərinin, öz qullarının qəlbinə atır, yalnız Allahdır, Allahın əlindədir. Buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. 143-cü ayədə isə buyurur ki, Rəbbimiz, biz beləliklə sizi bir orta bir ümmət etdik. Yəni, kəmə ixtarna İbrahim və zürriyyətəhu və stafeynahum. Necə ki, biz İbrahimi və onun zürriyyətini seçdik və onları ucaltdıq. Kəzəlikə cəalnakum ümmətən vəsatan. Eləcə də həmçinin deyir, sizi də, yəni ey müsəlmanlar, yəni Muhammed sallallahu əleyhi və səlləm ümməti orta bir ümmət etdik. Subhanallah. Yəni fikir verin, dünən də biz toxunduq o məsələyə, qəbilələr məsələsi və əsbat məsələsi. Dedik ki, yəni o özü bir növ fəzilət idi Allahdan. Allah Azze və Cəllə məsələn fikir verin ki, ərəblərə qəbilələr verib. Və eləcə də Yahudilərə də əsbat 12 dənə sibt verib. 12 dənə ailə verib. Yəni hər kəs tanıyır ki, biri-birini kim hansı ailədəndir. Yahudilərdə. Və eləcə də həmçinin ərəblərdə də hər kəs tanıyır ki, kim hansı qəbilədəndir. Heç kəs heç kəsə qarışa bilməz. Aydındır. Yəni bunlar hamısı nədir? Bunlar hamısı Rəbbimizin fəzilətidir. Çünki həm Yahudilərdən, həm ərəblərdən, yəni ən çox demək olar Yahudilərdən peyğəmbərlər, rəsullar gəldi. Və eləcə də 5 dənə də peyğəmbər və rəsul ərəblərdən gəlib. Aydındır. Ona görə Rəbbimiz yəni bu qövmləri fəzilətləndirib. Aydındır. Və bir gün baxın bu ayədə isə Allah Azze və Cəllə fəzilətləndirir İslam ümmətini nə ilə? Orta yolla. Subhanallah. Orta yolla. Yəni necə ki deyir, İbrahim əleyhissalamı, onun zürriyyətini seçdik biz, onları ucaltdıq. Aydındır. Yəni o İbrahim əleyhissalamın evlatları idi. Onlardan hansılar ki Yaqubun oğlanlarından onlardan Yahudilər çıxdı və Yusuf tərəfdəki gəldi ara onlardan da ərəblər. Yəni daha doğrusu İsmail tərəfdə gəldi onlardan da neylər? Ərəblər. Yəni Muhammed sallallahu əleyhi və səlləm çıxdı. Aydındır. Allah Azze və Cəllə bizim ümməti isə, İslam ümmətini isə orta ümmət etdi. Və bu özü də nədir? وَجَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. Ey ədilən, xiyaran. Subhanallah. Biz deyirik, yəni sizi ədalət və xeyirli bir ümmət etdik. Uca Allah buyurur ki, قَالَ أَوْسَطُهُمْ ey xeyruhum və ədəluhum. Başqa ayədə buyurur ki, onların deyir, orta olanı deyir, danışdı. Yəni daha xeyirlisi, daha ədalətli olanı. Və xeyrul əşya avsatuhə. Yəni hər bir şeyin ən xeyirlisi, əziz qardaşlar, onun orta olanıdır. Və qaləl kəlbiyyü, yəni əhlu dinin vasatın beynəl quluvu və təqsir liənnəhu məzmumani fid-din. Yəni Kəlbi buyurur ki, yəni onlar din əhli idilər. Yəni ifrata varmaqla təfritin arasında orta yolda idilər. Yəni kimlər? Yəni bu ümmət, Muhammed sallallahu əleyhi və səlləmin ümməti. Çünki onlar hər ikisi məzəmmət olunur dində. Yəni həddi aşmaq, quluva varmaq və eləcə də səhlənkarlıq, laqeyd yaxınlaşmaq Allahın əmrlərinə və Peyğəmbər sallallahu əleyhi və səlləm nəhiylərinə. Buyurur ki, qavlu Teala litekunu şuhada alan-nas. Yəni Allah Azze və Cəllə bizim ümməti orta ümmət etdi. Nə üçün? Deyir ki, sizdir insanlar üzərində şahidlər olasınız. Siz insanlar üzərində şahidlər olasınız. Yevməl qiyamə, yəni qiyamət günü. Ənər rusul qad bəlləğətum. Yəni ki, deyəsiz ki, bəli, rəsullar artıq onlara
bütün hər bir şeyi təbliğ etmişdilər. Yəni bu necə olur? Hə? Bu necə olur? Çünki biz ümmət, yəni İslam ümməti bu günləri Quran-ı Kərimi biz oxuyanda biz bilirik ki, artıq elmlə bizdən qabaqki ümmətlərə rəsullar göndərilib, düzdür? Və onlar öz təbliğatını layiqi şəkildə ediblər öz qövmlərinə və hüccəti qaldırıblar. Və o qövmlər də iman gətirməyib və küfr ediblər. Allah Azze və Celle də onları neyniyib? Həlak edib. Yəni bu elm bizdə bir gün var əziz qardaşlar. Ona görə İslam ümməti ən xeyirli ümmətdir. Yəni bizim hamısından xəbərimiz var. Quran-ı Kərimin vasitəsilə, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi ilə. Ona görə biz bir növ şahidlərik onların üzərində. Biz bilirik ki, onların başına nəylər gəlib. Onların yaşadığı yerlər bu günləri mövcuddur. Boş qalıb, viran qalıb. Aydındır. Məsələn, Fironun olduğu yerlər, eləcə də məsələn Salihin qövmünün, Ad qövmü, Samud qövmü və s. hamısının Lut qövmü, hamısının olan yerləri mövcuddur. Deməli, biz bu günləri nəyik? Şahidlərik. Ona görə Rəbbimiz buyurur ki, biz litekune şuhada alennəs. Sizdir, qiyamət günüdür, şahidlər olacaqsınız, deyir, onların üzərində. Kimlərin? O Yahudilər, o Hristiyanlar, bizdən qabaq olanlar. Aydındır. Biz onların üzərində şahidlərik. Və sonra buyurur ki, və yəkunər rəsulü, yəni Muhammed sallallahu aleyhi ve sellem. Yəni deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin aleykum şəhidən, sizin üzərinizdədir şahid olması. Yəni Muhammed sallallahu aleyhi ve sellem də bizim üzərimizdə şahid olacaq. Aydındır. Çünki o bizə Quranı neynədi? Gətirdi və o bizə Quranı çatdırdı. Kim bizdən, yəni bu İslam ümmətindən, Quran gələn bu ümmətdən kim o Qurana tabi oldu, sünnədən yapışdı, o nicat tapdı. Kim ona əks oldusa, vay onun halına. Və buyurur ki, sonra muaddələn muzekkiyən ləkum. Yəni Allah, Peyğəmbər Rasulullah Muhammed sallallahu aleyhi ve sellem sizin üzərinizdə şahiddir, ədalətli olaraq eləcə də sizi təmizləyərək, şirkdən, küfürdən və bidətdən təmizləyərək. Və sonra Rəbbimiz buyurur ki, وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا. Yəni biz sənin deyir, olduğun o qibləni yəni çevirdik. Ey təhviləhə. Yəni hansı qiblənin üzərindədir? Necə dedik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Beytül Məqdisə tərəf, yəni Beytül Məqdis, yəni Beytül Məqdisə tərəf namaz qılırdı. فَيَكُونُ مِنْ بَابِ حَذْفِ الْمُضَافِ وَيُحْتَمَلْ أَنْ يَكُونَ الْمَفْعُولُ الثَّانِي لِلْجَعَلَ مَحْذُوفًا على تقدير وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا mənsuxatan. Yəni sənin olduğun birinci qibləni deyir, biz neynədik? Hökmünü deyir, sildik. Yəni Beytül Məqdisə tərəf olan qiblənin hökmünü artıq sildik deyir. Həmçinin deyilib ki, mənalardan əlləti əntə aleyhə və hiyəl Kəbə. Həmçinin deyir, indi olduğun deyir, Kəbənin üzərindəsən. Yəni sənin üzünü ora çevirdik. Kuntum xeyra ümmətin, yəni necə ki, Uca Allah başqa ayədə buyurur ki, siz xeyirli ümmət olaraq yəni çıxarıldınız. Yəni siz xeyirli ümmət olaraq çıxarıldınız. Nə üçün? İllə linə'ləmə mən yettəbi'ur rasul. Yəni bundan sonra Rəbbimiz deyir ki, bilmək üçün ki, kim sizdən Rəsula tabi olacaq. Buyurur ki, İmam Bəğavi burada bunun mənasında deyilib ki, yəni bilmək üçün Allah Azze və Cəllə o hər bir şeyi olmamışdan qabaq biləndir. Və burada yaxşı bilikdən məqsəd nədir? Allah nəyi deyir? Nəyi bilmək istəyir? Qilə əradə bihi əl-ilməlləzi yetəəlləqu bihi thəvabı vəl-iqab. Yəni məqsəd burada deyir, yəni bilmək üçün deyəndə, yəni insanların içərisində biri-birlərinə bilməsi üçün ki, kimlər sizdən Rəsula tabi olub savab qazanacaq və kimlər sizdən müxalif olub əzaba düçar olacaq. فَإِنَّهُ لَا يَتَعَلَّقُ بِمَا هُوَ عَالِمٌ بِهِ فِي الْغَيْبِ. Heç də bu Allahın deyir qeybdə olduğundan asılı deyil. Lakin Allah Azze və Cəllə istəyir ki, neynəsin? Yəni qulların içərisində göstərsin, zahir etsin biri-birlərinə qulların ki, baxın, yəni siz də biri-birinizə şahid olun ki, kim sizdən
iman gətirib Allaha və onun Rəsuluna tabe olub və kimisi isə sizdən nə edib? Üz çevirib Allahdan və tabe olmayıb Peyğəmbər sallallahu əleyhi və səlləmə. Yəni bunlar da nədir? Həmçinin müsəlmanlar da öz içlərində bir-birlərinə nədir? Şahiddirlər. Və buyurur ki, sonra فَإِنَّهُ لَا يَتَعَلَّقُ بِمَا هُوَ عَالِمٌ بِهِ فِي الْغَيْبِ إِنَّمَا يَتَعَلَّقُ بِمَا يُوجَدُ مَعْنَاهُ لِنَعْلَمَ الْعِلْمَ الَّذِي يَسْتَحِقُّ الْعَامِلُ عَلَيْهِ الثَّوَابَ وَالْعِقَابَ وَقِيلَ إِلَّا لِنَعْلَمَ Həmçin deyilib ki, yəni bilməsi üçün ki, yəni bilinməsi üçün ki, yəni görünməsi üçün və seçilməsi üçün mən yettəbi'ur rasulə fi el-qiblə. Yəni bilinməsi və seçilməsi üçün, görünməsi üçün ki, kimlər Rəsula həmən günü Mədinədə tabe olacaqlar qiblənin çevrilməsində. Kimlər tabe olacaqlar? Mimmən yanqalibu alə aqibeyh. Yəni o kəsdən ki, kim ki, yəni o qiblədən nə edəcək? Üzünü çevirəcək. Yəni Məkkəyə tərəf çevrilməkdən üzünü çevirəcək. Yəni fəyərtəd, mürtəd olacaq. Və qalə əhlül məani mə'nahu illə li'ilminə mən yettəbi'ur rasulə mimmən yanqalibu alə aqibeyh kəənnəhu səbəqə fi ilmihi ənə təhviləl qiblə səbəbun li hidayəti qavmin və dalalətu qavmin. Və buyurur ki, İmam Bağavi deyir, həmçinin deyir, məna əhlindən olan bəzi alimlər deyiblər ki, bu ayənin mənası o deməkdir ki, Rəbbimiz deyir ki, bilinməsi üçün kimlər ki, Rəsula tabe olacaqlar, və eləcə də kimlər də ondan üz çevirəcəklər. Yəni, qibləyə tabe olmaqdan üz çevirəcəklər. Elə bir ki, deyir, burada yəni, bir növ elmdə, Allahın elmində ötüb keçmişdir ki, yəni qiblənin çevrilməsi Məkkədən, yəni Beytül Məqdisdən Məkkəyə tərəf özü bir səbəb idi. Bir dəstə qövmün hidayət olunmasına və eləcə də bir dəstə qövmün zəlalətə düşməsinə. Yəni fikir verin, subhanallah, Allahın əmrləri, yəni belə baxanda məsələn görürsən ki, o əmrlə bir dəstə qövm, necə İmam Bağavi buyurur, rahimallah, bir dəstə qövm nə oldu? Hidayət oldu. Lakin bir dəstə qövm isə azdı zəlalətə düşdü. Yəni burada Rəbbimizin ədalətsizliyi mi var? Cavab xeyr, əlbəttə ki. Bu imtihandır. Rəbbimiz əmr edib yalnız tabe olmağı, qulaq asmağı, itaət etməyi, tabe olmağı. Amma onlar isə, yəni insanlar isə onlar nə edə tabe olmayıblar, yəni qulaq asmayıblar. Kimlər ki tabe olmayıb, qulaq asmayıblar, onlar özlərinə zülm ediblər. Aydındır, onlar özlərinə zülm ediblər. Və sonra buyurur ki, və in kânət, ey və qad kânət, yəni artıq deyir bu şey baş verdidir. Ey təvliyyətul Kəbə, yəni Kəbəyə tərəf üz çevirilməsi. Və qilə əl-kinayətu raci'atun illəl qiblə və qilə illəl Kəbə və qalə züccac və in kânət təhvilə ləkəbirə. Və sonra deyir ki, və in kânət ləkəbiratun illə aləl-ləzīnə hədəllah. Deyir, o heç də hidayət olunanlar üçün böyük bir şey deyil idi. Yəni üzlərini Beytül Məqdisdən hara çevirmək? Yəni Kəbəyə tərəf çevirmək. Heç də böyük bir məsələ deyil idi. Yəni böyük bir məsələ deyil idi. Yəni ağır bir, şiddətli bir şey deyil idi. İman gətirənlər üçün. Və mə kənəllahu lidiyə imanakum. Sonraki ayədə isə buyurur ki, daha doğrusu arxasıca buyurur ki, ayənin Allah Azze və Cəllə deyir, onların deyir, imanlarını da deyir, zay etməz. Yəni o vaxt ki, nə edirlər? Sahabələr ibadət edirlər hayana? Beytül Məqdisi tərəfdə, düzdürmü? Yəni Beytül Məqdisi tərəf ibadət edirdilərsə, və burada yəni onların da ibadəti olub axı. Yəni onlar nə boyda ibadət ediblər, nə qədər vaxtlarını ibadətə Beytül Məqdisə tərəf tutublar. Yaxşı, bir dənə sual çıxır ortaya. Onları Beytül Məqdisə tərəf, yəni ibadət olunmaq üçün Quranda ayə var idi mi?
Beytül Məqdisə tərəf ibadət etmək üçün? Cavab budur, yəni yoxdur. Aydındır? Baxın, görün burada nə deyir İmam Bəğavi. Diqqətli olun bu yerinə. Mühüm məsələdir bu. Deyir ki, İmam Bəğavi, deyir, Allah Azze ve Celle deyir, onların deyir, qıldığı namazlarını Beytül Məqdisə tərəf deyir, zay edən deyil. Yəni, onların imanını zay edən deyil. Məqsəd burada nədir? Yəni, namazları zay olan deyil. İndi fikir verin, nə deyir? Deyir ki, və zəlikə, yəni bu baş verəndə burada bir qissə olur və İmam Bəğavi o qissəni gətirir. Deyir ki, o vaxt deyir, Huyey İbni Əxtab öz sahabələri ilə, yahudilərdən olan sahabələri ilə müsəlmanlara deyirlər ki, yəni Beytül Məqdisə tərəf qıldığınız deyir, namazınız barəsində bizə xəbər verin. Əgər deyir, o hidayət yolu idisə, düzgün idisə, onda deyir, sizin namazınız, yəni siz deməli hidayət yolunun üzərində idiniz. Fəqad təhəvvəltum anhə və indi isə deyir, siz üzünüzü oradan çevirmişsiniz. Yəni Məkkəyə tərəf. Və in kânət dalalətən fəqad dumtumullaha bihə. Əgər siz elə yəni indi elə etiqad edirsiniz ki, yəni üzümüzü çevirib bizim bir daha Beytül Məqdisə tərəf, yəni ibadət etməyimiz zəlalətdirsə, onda siz də deməli o zəlalətin üzərində olmusunuz. İndiyə kimi. Yəni sizdə heç bir əmr olunmayıb. Aydındır? Yəni Beytül Məqdisə tərəf namaz qılasınız. Yəni hansı məqsədlə onda namazınızı qılmısınız Beytül Məqdisə tərəf? Yəni bu yahudilərin nədir? Böyük bir şübhəsidir müsəlmanlara. Yəni sahabələrə. Və bu vaxtı buyurur ki, İmam Bəğavi rahimehullah, وَمَنْ مَاتَ مِنْكُمْ عَلَيْهَا فَقَدْ مَاتَ عَلَى الضَّلَالَةِ. Çünki yahudilər deyirlər ki onlara, deməli belə çıxır ki, sizdən kim ölübsə, yəni üzünü qılaraq deyir o Beytül Məqdisə tərəf, yəni yetişməyib bu ayəyə, hansı ki Allah ki deyir ki, yox, üzünüzü deyir, siz Kəbəyə tərəf tutub namaz qılmalısınız, onda deyir sizin ki o ölənlər hamısı nədir? Zəlalət üzərində ölüblər. Yəni bu cürə eynirlər, şübhə atırlar müsəlmanlara. Və buyurur ki, İmam Bəğavi rahimehullah deyir ki, fəqaləl muslimun, müsəlmanlar da onlara cavab verdilər. Dedilər, innəməl hudə mə əmərəllahu bih və dalalətu mə nəhəllahu anh. Dedilər, hidayət yolu yalnız Allahın əmr etdiyi, zəlalət yolu isə Allahın deyir, qadağan etdiyinə deyilir. Qalu, dedilər ki, fəmən şəhədətukum alə mən mətə minkum alə qiblətinə. Dedi, onda yaxşı, yəni sizin dəliliniz, yəni nədir ki, sizdən kimsə bizim qiblə tərəfə namaz qılıb ölübsə, yəni o hidayət yolunda olur. Yəni bunun dəliliniz nədir? Aydındır. Yenə diqqətli olun ha. Yəni Quranda heç bir ayə yoxdur, hə? Beytül Məqdisə tərəf namaz qılmağa. Və baxın, onlar gəlirlər, sahabələr gəlirlər Peyğəmbər sallallahu əleyhi və səlləm yanına. Allah Azze ve Celle də, yəni gəlirlər Peyğəmbər sallallahu əleyhi və səlləm fəntalaqa aşairuhum ilə Nəbi sallallahu əleyhi və səlləm. Gəlirlər Peyğəmbər sallallahu əleyhi və səlləm yanına və qalu və deyirlər: "Ya Rasulullah, qad sarrafaka ilə qibləti İbrahim. Fəkeyfə bi ixvaninəl-ləzīnə matu və hum yusalluna ilə Beytil Məqdis." Deyirlər ki, ya Rasulullah deyir, sən deyir, üzünü indi İbrahimin deyir, qibləsinə tərəf çevirdin, yəni Məkkəyə tərəf. Bəs necə olur bizim o qardaşlarımızın halı, hansılar ki, onlar üzlərini Beytül Məqdisə tərəf çevirərək namaz qıldılar və onun üzərində öldülər. Hə? Çünki Allah ayəni nazil elədi axı. Ayəni nazil elədi ki, yəni nədir? Üzümüzü qibləyə, yəni Kəbəyə tərəf çevirin. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onu təmanna edirdi. Və deyir, Allah Azze ve Celle bu ayəni nazil etdi ki, وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ إِمَانَكُمْ. Deyir, Allah deyir, sizin deyir, imanınızı zay edən deyil. Yəni, qıldığınız namazınızı, yəni salatekum ilə Beytil Məqdis. Yəni, Beytül Məqdisə tərəf qıldığınız namazınızı Allah Azze ve Celle zay edən deyil. İnna Allaha bin nasi leraufur rahim. Həqiqətən Allah deyir, insanlara raufdur və rəhimdir. Rəfətu, İmam Bəğavi buyurur ki,
rəhmətin ən şiddətli məqamıdır. Yəni, rauf kəlməsi də, o özü də rəhmət deməkdir. Lakin o deyir, rəhmətin deyir, ən şiddətli nədir? Məqamıdır. Və sonra fikir verin nə deyir ayədə? Qad nara təqalluba vəchikə fis-səma. Biz deyir, sənin üzünü deyir, səmaya tərəf deyir, çevirdiyini görürük. Və bu ayə də deyir, baxmayaraq ki, yəni bundan qabaqki ayədən sondadır tilavətdə, lakin deyir, bu oxuduğumuz ayədən mənaca deyir, qabaqdadır. Mənaca qabaqdır. Çünki artıq nə? Qiblə əmr olunmuşdur. Aydındır? Qiblə artıq əmr olunmuşdur Məkkəyə tərəf. Baxmayaraq ki, ayə o biri ayədən, yəni oxuduğumuz ayədən sonra gəlib, tilavət cəhətindən. Lakin hökmü cəhətdən, məna cəhətdən isə oxuduğumuz ayədən öndədir bu ayə. Buyurur ki, فَإِنَّهَا رَأْسُ الْقِسَّةِ və bu da deyir, həmən qissənin deyir, nədir? Əvvəlidir. Diqqət edin burada həmən qissəyə. Və əmrul qiblə əvvəlü mə nusixə min umuru şərə. Ən birincidir şəriətdə, yəni bizim İslam şəriətində ən birinci nəsx olunan məsələ qiblə olub, əziz qardaşlar. Ən birinci nəsx olunan məsələ. Yəni, necə bilirsiniz, Quran-ı Kərimdə ayələr var, nəsx olunan, yəni hökmləri silinən ayələr. Və onlardan da ən birincisi, necə İmam Bəğa buyurur burada, deyir ki, əmrul qiblə əvvəlü mə nusixə min umur şərə. Yəni, şəriətin əmrlərinin içərisində ən birincidir. Nəsx olunan, hökmü silinən məsələ qiblə məsələsidir. Və zəlikə ənə Rasulullah sallallahu aleyhi ve sellem əshabəhu kənu yusallunə biməkkətə iləl-Kəbə. Diqqətli olun. Mühümdür bu məsələ. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem öz sahabələri ilə Məkkədə olankən, 13 il Məkkədə olurlar axı. Necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt öz sahabələri ilə namazı hara qılardılar? Kəbəyə tərəf. Subhanallah. Onda Beytül-Məqdisə tərəf qılmırdılar. Yaxşı, bəs Beytül-Məqdisə tərəf nətər oldu qıldılar? Hansı dəllə əsasən qıldılar? Söhbət burada bundan gedir. Yəni, biri ola bilər sizə də sual versin ki, yəni Beytül-Məqdisə tərəf dəlil varmı Quranda namaz qılmaq olar ya yox? Deyirsən ki, yoxdur. Aydındır. Bəs dəlil nədir? Ona görə diqqətli ol. Buyurur ki, İmam Bəğvi Rahimallah deyir ki, Kənu yusalluna bi Məkkətə iləl-Kəbə. Yəni, Məkkədə olanda deyir, Kəbəyə deyir, üst tutub namaz qılardılar. Fələmmə həcəru iləl-Mədinə əmarahu ən yusalli nəhvə saxrati Beytil-Məqdis. Subhanallah. Deyir, o vaxt ki, deyir, onlar hicrət etdilər, deyir, Mədinəyə. Əmarahu, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem əmr etdi ki, onlar Beytül-Məqdis tərəfdə olan daş var idi, böyük bir daş parçası idi. Beytül-Məqdisə tərəf əmr etdi ki, ona tərəf, yəni o Beytül-Məqdisi göstərir deyənə, ona tərəf deyir, namaz qılaq. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu bu cürə əmr etdi kimə? Sahabələrinə. Dedi ki, o tərəfə namaz qılacaq, Beytül-Məqdisə tərəf. Nə üçün? Liyəkuna əqrabə ilə tasdiqil yəhud iyyəhu. Çünki deyir, daha yaxınlaşdırmaq üçün Yahudilərin nə? Peyğəmbəri təsdiq etməsini. Daha yaxınlaşdırmaq üçün. Diqqətli olun. Yəni, Yahudilərin Peyğəmbəri təsdiq etməsini daha dolğun qələmə vermək üçün ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Beytül-Məqdisə tərəf namaz qılır. İyyəhu İzə sallə ilə qiblətihim mə'ə mə yecidunə min nə'tihi fit-Tevrat və kənə yuhibbu ən yuvəccəhə iləl-Kə'bə liənnəhə kənət qiblətə əbihi İbrahim aleyhisselam. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem liyəkuna əqrabə ilə təsdiqil yəhudi iyyəh, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin Yahudilərin onu təsdiq etməsinin daha yaxın olması üçün ki, o vaxt ki, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem sallə ilə qiblətihim, yəni onların qibləsinə tərəf namaz qılırdı Yahudilərin. Aydındır? Bu da nədir? Beytül-Məqdis Yahudilərin qibləsi idi. Aydındır? Onlara tərəf namaz qılırdı. Və deyir, sallə ilə qiblətihim mə'ə mə yecidunə min nə'tihi fit-Tevrat. Onlar, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin sifətlərini, necə biz toxunmuşduq bundan qabaqda, Peyğəmbər sallallahu aleyhi ve sellem sifətlərini
Tövratda artıq nə görmüşdülər və bilirdilər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onun sifətləri necə olacaq? Aydındır? Və necə olacaq? Və buyurur ki, və kânə yuhibbu ən yuvəccəhə iləl-Kəbə. Amma deyir Peyğəmbər sallallahu əleyhi və səlləm bunu ilə belə üzünü Beytül Məqdisə tərəf tutub namaz qılsa da Mədinəyə gələndə, lakin deyir qəlbində istəyirdi ki, Allah azza və cəllə onun üzünü, yəni əmr etsin ki, Məkkəyə tərəf üzünü tutub namaz qılsın. Li'annəhə kânət qiblətə əbihi İbrahim aleyhisselam. Çünki deyir onun deyir Peyğəmbərimizin atası İbrahimin nə idi? Hə? Qibləsi idi. Yəni ümumən İbrahim aleyhisselam Peyğəmbərimizin atasıdır. Və buyurur ki, və cealə Rasulullah sallallahu aleyhi ve sellem yudimun nazara ilə səmə rəcəən ən yənzilə Cibrilu bimə yuhibbu min əmril qiblə. Və deyir, hərdən deyir, namaz qılanda deyir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öz üzünü deyir, qaldırardı deyir, səmaya baxardı. Baxmaqda məqsəd nə idi? Yəni gözləyərdi ki, birdən Cəbrail aleyhissalam gələr və deyər ki, ya Muhammed, üzvü çevir, hara? Üzvü çevir, yəni Məkkəyə tərəf. Yəni bunu arzulayaraq hərdən deyir, göyə baxardı. Və ona görə də Allah azza və cəllə buyurur ki, bu ayədə, qad nərə təqallübə vəchikə fissəmə. Biz artıq görürük, deyir, sən deyir, üzvü səmaya tərəf çevirirsən. Fələnuvəlliyənnəkə qiblətən tərdahə. Biz sənin deyir, üzünü, biz səni deyir, yönəldəcəyik qibləyə, hansı ki, sən deyir, ondan deyir, razı qalacaqsan. Yəni, qibləvi dəyişəcəyik, hansı ki, sən o qiblədən razı qalacaqsan, yəni sən onu sevirsən və onun üçün can atırsan, fəvəlli və Allah əmr edir. Artıq əmr edir, hə? Nə deyir? Fəvəlli vəcihəkə qiblətəl fəvəlli vəcihəkə şətrəl məscidil haram. Deyir, üzümü çevir artıq deyir, haram məscidinə tərəf. Ey nəhvəhu, əradə bihi, yəni əl-Kəbə, yəni Kəbəyə tərəf. Və heythumə kuntum, yəni harda olsanız belə, yəni quruda və yaşda, şərqdə və qərbdə, fəvəllu vücuhəkum şətrəh ində salə. Yəni namaz qıldığınız vaxt üzünüzü çevirin hara? Kəbəyə tərəf. Fələmmə təhəvvələtil qiblə qalətil yəhud. O vaxt ki, qiblə dəyişildiyi, yəni Allah əmr etdi artıq, yəni qibləni tanıtırdı Peyğəmbər sallallahu aleyhi ve sellemə. Sahabələrə ki, sizin qibləviz, namaz qılan qibləviz haradır? Kəbədir. Aydındır? Qalətil yəhud. Bu vaxt yəhudlər dedilər. Ləv səbbətdə alə qiblətinə ləkunnə nərcu ən təkунə sahibunə əlləzi nəntaziruh. Subhanallah. Fikir verin yəhudlərin şeyinə, hiləsinə. Yəhudlər dedilər ki, Muhammed sallallahu aleyhi ve sellemə, əgər sən deyir, sabit qalsaydın, yəni bizim qibləmizə tərəf namaz qılarkən, qılaraq, yəni o cürə sahib qalsaydın deyir, biz deyir, artıq deyir, az qalmışdı ki, səni özümüzə deyir, dost götürək və səni təsdiq edək ki, həqiqətən də sən göndərilən həmən rəsulsan və bizim Tövratda da sənin deyir, sifətlərin mövcuddur. Yəni biz artıq səni deyir, təsdiq edərdik deyir. Aydındır, fikir verin, subhanallah. Yəni görün necə Peyğəmbər sallallahu aleyhi ve sellemə bunlar neynirlər? Hə? Yəni hilə gəlirlər. Yahudilər hilə işlətirlər. Peyğəmbər sallallahu aleyhi ve sellemə və eləcə də sahabələrə. Yəni özlərində olan güya etirazlarını bildirərək. Əgər sən sabit qalsaydın deyir, qibləmizə tərəf, biz səni təsdiqləyərdik ki, sən həqiqətən də bizim Tövratda adı çəkilən həmən rəsulsan. Diqqətli olun, gör nə deyir İmam Bəğvi Rahiməllah. Və deyir, bu vaxt deyir Allah Azza və Cəllə nazillədi bu ayəni, dedi ki, və innəl-ləzīnə utul kitəbə ləyələmunə ənəhu əl-haqqu min rabbihim. Deyir, o kəslər ki, onlara kitab verilmişdir, onlar bilirdilər ki, o, onların Rəbbi tərəfdən olan haqdır. Yəni, nə? Yəni, kitab verilənlər bilirdilər ki, o, yəni, əmrul Kəbə, yəni Kəbəyə tərəf üzünü tutub namaz qılması Peyğəmbər sallallahu aleyhi ve sellemin bu haqdır. Və bu şeydə buyurur ki, ثُمَّ هَدَّتَهُمْ فَقَالْ və sonra Rəbbimiz deyir, onları təhdid edərək, hədəliyərək buyurur ki, وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ. Deyir, Allah deyir, sizin
etdiklərinizdən heç də qafil deyil. Yəni Yahudilərə Allah Azze ve Celle bir növ neyir? Hədəliyir onları. Deyir ki, Allah sizin etdiklərinizdən heç də qafil deyil. Ey Yahudilər. Qara Ebu Cəfər ve ibn Amir ve Hamza vel Kisai bitta qal ibn Abbas yuridu ennekum ya maşerel mu'minin tatlubun merdati ve ma ana bighafilin an thawabikum ve cezaikum ve qara el-baquna bil ya yani ma ana bighafilin amma yef'alul yahud فَاُجَازِئِهِمْ فِي الدُّنْيَا وَفِي الْآخِرَةِ. Həmçinin burada iki dənə versiya deyilib. Yəni burada Allah Azze ve Celle'nin bu sözünə ki, yəni Allah Subhanahu deyir ki, mən heç də sizin etdiklərinizdən qafil deyiləm. İbn Abbas'dan gələn versiyada buyurur ki, istək deyir burada, yəni möminlərdir. Məqsəd ki, yəni Allah Azze ve Celle deyir ki, ey möminlər, siz deyir, mənim deyir, razılığımı tələb edirsiniz və mən də sizin deyir, yəni sizə savab verməkdən və mükafat verməkdən heç də qafil deyiləm. Yəni sizi mütləq ki, mükafatlandıracağam. Yəni sizə savablar, bol-bol savablar verəcəm. Və kimlər ki, bunu ya hərfi ilə oxuyublarsa, yəni oranı, həmən yerini, orada isə mənası ikinci versiya budur ki, yəni Allah Azze ve Celle deyir ki, Yahudilərə, ey Yahudilər, sizin etdiyinizdən də deyir, mən qafil deyiləm. Və mən sizi deyir, bu dünya və axirətdə cəzalandıracağam. Və sonraki ayədə isə buyurur ki, وَلَئِنْ أَتَيْتَ الَّذ۪ينَ اُوتُوا الْكِتَابِ Əgər sən deyir, kitab əhlinə istədiklərini deyir, gətirsəydin, yəni Yahudi xristiyanlara, yəni onlar nə deyirlər? قَالُوا اِئْتِنَا بِآيَةٍ عَلَى مَا تَقُلْ Deyirlər ki, yəni dediyim bu şeyə dəlil gətir. Allah Azze ve Celle deyir ki, وَلَئِنْ أَتَيْتَ الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ Yəni mucizə, yəni sən deyir, onların dediyinə uyaraq, onların hər bir istəyinə uyaraq, onlar üçün bir möcüzə gətirsən belə, bir möcüzə belə gətirsən, mə təbi'u qiblətək. Onlar deyir, onsuz da sənin qibləvə deyir, tabi olmayacaqlar. Yəni qəbul etməyəcəklər o qibləni. Yəni Kəbəni. Və mə əntə bitəbi'in qiblətəhum və eləcə də sən də onların qibləsinə tabi olan deyilsən. Və mə bə'duhum bitəbi'in təbi'i qiblətə bə'd. Və eləcə də onların da bəziləri bəzilərinə qiblə məsələlərində də tabi deyirlər, yəni müxtəlifdirlər. Yəni, necə gördünüz, məsələn, ərəblər, müşriklər, yəni ərəblərin müşrikləri, onlar nədirlər? Onlar da ibadət eləyəndə Kəbənin yanında Kəbəyə üz tutub ibadət eləyirdilər. Aydındır? Amma Yahudilər isə üzlərini hara tuturdular? Hə? Üzlərini tuturdular Beytülməqdisə tərəf. Ona görə Yahudi ilə ərəb müşriki də heç nə idi? Heç biri bir-birinə tabi deyil idi. O onu çağırsa da, bu bunu çağırsa da heç biri bir-birinə tabi olmayacaqdı. Və buyurur ki, indi fikir verin burada. Deyir ki, İmam Bəğvi Rahiməllah, وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ لِأَنَّ الْيَهُودَ تَسْتَقْبِلُ بَيْتَ الْمَقْدِسِ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاهُمْ Çünki deyir, Yahudilər deyir, Beytülməqdisə tərəf çevirirdilər. Əgər sən deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir, əgər sən deyir, onların deyir, havasından tabi olsaydın, yəni onların istəyinə, burada xitab Peyğəmbər sallallahu aleyhi ve sellem olsa da, istək burada nədir? Ümmətidir. Yəni ümməti nəzərdə tutulur. Min bə'di mə cəəkə minəl ilm, yəni sənə elm gəldikdən sonra, yəni haqq gəldikdən sonra qiblə barəsində, yəni sən onların havasına tabi olsan, İnnəkə idəllə minəl zalimin. Artıq sən o vaxtı zalimlardansan. Yəni kim bu günləri Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətindən üzünü çevirərsə, Allahın Kəbəsindən Beytülməqdisə tərəf deyərsə ki, o tərəfdə namaz qılmaq olar və s. artıq nədir? Zalimdir. Və sonra isə Rəbbimiz buyurur ki, Əllədinə ətəynəhumul kitab. Deyir, o kəslərə ki, deyir, biz kitablar verdik, yəni kitab əhlindən olan möminlər. Burada məqsəddir, İmam Bəğvi buyurur. Deyir, onlardan da biri Abdullah ibn Salam və onun əshabı idi. Yəni, Abdullah ibn Salam necə bilirsiniz ki, Yahudi olub, İslamı qəbul edir Mədinədə. Və eləcə də onunla bir dəstə İslamı qəbul edənlər olurlar, Yahudilərdən. Yərifunəhu, yəni yərifunə Muhammeden sallallahu aleyhi ve sellem. Hindi diqqətli olun, deyir. Onlar deyir, Peyğəmbər sallallahu aleyhi ve selləmi tanıyırlar. Necə bilirsiniz, Abdullah ibn Salam Tövratı bilirdi və Tövratı oxumuşdu və bilirdi Tövratda o biri Yahudilər kimi Peyğəmbər sallallahu aleyhi ve sellemin sifətlərini, hər bir şeyi gözəl şəkildə bilirdi. Kəmə yərifunə əbnəəhum.
Deyir, onlar deyir, Muhammed sallallahu aleyhi ve sellem'i deyir, tanıyırlar, necə öz evladlarını, yəni oğlan uşağından olan öz evladlarını uşaqlar içərisindən göstərsələr ki, sənin oğlun hansıdır? Məsələn, bir dəstə uşağın içərisində öz uşağını tanıdıqları kimi eləcə Muhammed sallallahu aleyhi ve sellem'i nə tanıyırdılar. Və buyurur ki, Ömər ibn Xattab burada qissəni gətirir. İmam Bağavi deyir ki, Ömər ibn Xattab gəlir Abdullah ibn Salamın yanına, deyir ki, Allah Azze ve Celle artıq deyir, öz peyğəmbərinə bu ayəni nazil edib. Ki, deyərək ki, yəni Ömər radiyallahu anh soruşur Abdullah ibn Salamdan ki, siz necə yəni tanıyırsınız ki, Allah Quranda deyir ki, öz peyğəmbərinə, deyir ki, onlar deyir, səni öz evladlarını tanıdığı kimi tanıyırlar. Ömər radiyallahu anh bunu soruşur kimdən? Abdullah ibn Salamdan. Deyir, necədir o, yəni o tanımaq necə olur? Yəni necə siz tanıyırsınız Peyğəmbər sallallahu aleyhi ve sellem'i öz evladınızı tanıyan kimi? Onu deyir, açıqla mənə. Ömər radiyallahu anh bunu Abdullah ibn Salamdan inir, tələb edir. Və buyurur ki, Qal Abdullah, yəni Abdullah ibn Salam deyir ki, ya Ömər deyir, لَقَدْ عَرَفْتُهُ حِينَ رَأَيْتُهُ كَمَا عَرَفْتُ ibni. Mən deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem'i deyir, gördüyüm gündən deyir, onu deyir, tanıdım, necə deyir, öz oğlumu deyir, tanıyan kimi. Subhanallah. Fikir verin. Və ma'rifəti bi Muhammedin sallallahu aleyhi ve sellem əşəddu min ma'rifəti bi ibni. Peyğəmbər sallallahu aleyhi ve sellem olan deyir, mənim biliyim, mənim deyir, oğluma deyir, olduğu biliyimdən də deyir, daha şiddətlidir. La ilahe illallah. Və sonra buyurur ki, وَقَدْ نَعَتْهُ اللّٰهُ فِي كِتَابِنَا. Çünki deyir, Allah Azze ve Celle deyir, və sonra deyir ki, فَقَالَ Ömər, Ömər deyir ki, yəni necə ola bilər deyir o? فَقَالَ أَشْهَدُ أَنَّهُ رَسُولٌ حَقٌّ مِنَ اللّٰهِ Teala. Deyir, mən şəhadət edirəm ki, deyir, o deyir, Rəsuldur və Allah tərəfdən olan bir haqdır. وَقَدْ نَعَتْهُ اللّٰهُ فِي كِتَابِنَا. Çünki deyir, Allah deyir, onu bizim kitabımızda deyir, vəsf edib. Yəni Tevratda. Fəqalə Ömər də deyir ki, vəffəqəkəllah ya ibn Səlam. Deyir, Allah səni müvəffəq eləsin. Ey İbn Sələm. Yəni, ey Salamın oğlu Abdullah. Fəqət sadaqta. Artıq deyirsən, deyir, haqqı söylədin, yəni düz dedin. Və innə fəriqən minhum ləyəktumunəl haqq. Allah Azze ve Celle ayənin sonunda isə buyurur ki, onlardan bir dəstə var ki, onlar deyir, haqqı deyir, gizlədərlər. Yəni, sifətə Muhammedin sallallahu aleyhi ve sellem və əmrul Kəbə. Və eləcə də Kəbəyə tərəf onun üst tutub namaz qılmasını. Həm Peyğəmbər sallallahu aleyhi ve sellem sifətləri, qardaşlar, diqqətli olun, Tevratda yazılıb əvvəldən, eləcə də həmçinin yazılmışdı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sonuncu rəsul, yəni gələndə o üzünü Kəbəyə tərəf tutub namaz qılacaq. Yazılmamışdı ki, Tevratda o Beytül Məqdisə tərəf namaz qılacaq. Aydındır. Yazılmışdı nə? Yazılmışdı ki, o üzünü Kəbəyə tərəf tutub namaz qılacaq. Ona görə Uca Allah deyir ki, وَاِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقِّ. Yəni o Yahudilərdən bir dəstə onlar deyir, haqqı deyir, gizlədirdilər. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem sifətini və eləcə də Kəbəyə tərəf üst tutub namaz qılmasını وَهُمْ يَعْلَمُونَ. Özləri də bildiyi halda. Və sonra Rabbimiz buyurur ki, Əl-haqqu min Rabbik. Ey hədəl haqq. Yəni bu haqq deyir, sənin Rəbbinin tərəfdəndir. Fələ təkunənnə minəl mumtərin. Yəni heç də şək şübhə edənlərdən deyir, olmayın. Yəni bunlar hamısı sənin Rəbbin tərəfdəndir. Heç də şək şübhə edənlərdən olmayın. Və sonra buyurur ki, qavluhu və likulli vicihetun huve muvallihə. Deyir, hər bir kəs üçün deyir, yönələn bir tərəf var. Yəni hər bir əhl üçün öz qibləsi var. Hər bir millətin öz qibləsi var. Vəcihə özü yönələn bir tərəfə deyilir. Yəni Allah Azze ve Celle onları o tərəfə yönəldir. Ey mustaqbiluha. Yəni onlar o tərəfə üzlərini çevirirlər. Muqbilun aleyhə. Yəni o tərəfə yönəlirlər. Qalib Mücahid buyurur ki, huve muvallihə vəchə. Yəni sənindir, üzvü çevirəndir. Məkkəyə tərəf kimdir? Odur, Allahdır. Əxfəş buyurur ki, və o deyir, Allah tərəfdən, Azze ve Celle tərəfdən nə olan? Əmirdir.
Yani mevlel umemi ila kıbletihim. Yani Allah da deyir insanların üzünü hatta kıbleye tərəf çevirən. Hər insanlar, məsələn, bu gün əziz qardaşlar, məsələn, görərsiniz, insanlar, məsələn, özümüz şahidiyik də bu günləri. Baxırsan, Hindistanda olanlar, hansılar ki, nə edirlər? İnəklərə ibadət edirlər. Üzlərini hara çevirirlər? İnəyə. İbadət eləyəndə üzlərini inəyə çevirirlər. Onların qibləsi inəkdir. Aydındır. Kitayda baxırsan, məsələn, Vyetnam və sair cürbəcür ölkələrdə görürsən ki, nədir? Bütpərəstlərdir. Hə? İbadət edirlər. Üzlərini nəyə çevirirlər? Qiblələri haradır? Onların özlərinin qurduqları o xramlardır. Hə? Aydındır və içəridə olan bütlərdir. Və onlara tərəf üzlərini çevirirlər və nə edirlər? Hə? Yönəlirlər onlara tərəf. Həmçinin Yahudilər görürsünüz bu günləri üzlərini çevirirlər Beytül-Məqdisə tərəf. Eləcə də xristianlar kilsələrə tərəf. Amma müsəlmanlara isə Allah Azza və Cəllə üzlərini çevirib hara? Kəbəyə tərəf. Müsəlmanların isə üzünü çevirib Kəbəyə tərəf. Vay o kəslərin halından ki, müsəlmanların içərisində İslamı iddia edib üzlərini çevirirlər hara? Kərbəlaya tərəf. Aydındır. Və yaxud da qəbirlərə tərəf. Bu günləri belə insanlar da var bizim içərimizdə. Ona görə yəni burada İmam Bəğəvi rahimeullah toxunaraq deyir ki, yəni hətta qiblə məsələsi Allaha aid olan məsələdir. Yəni Allah Azza və Cəllə odur insanların üzünü çevirən. Kim hara layiqdir, nəyə ibadət eləyir, aydındır. O tərəfə də Allah onun üzünü çevirir. Fəstəbiqul xeyrat. Və sonra Rəbbimiz buyurur ki, xeyirli əməllərdə deyir, yarışın. Yəni itaət əməllərində çalışın, tələsin. Və istək burada, yəni mübadəratu iləl qəbul, yəni qəbul edin itaət olunan əməllər. Hansı ki, bilirsiniz Qurandan və sünnədən. Onları qəbul edin özünüzdə. Əynəmə təkunu əntum və əhlül kitab. Yəni harada olsanız belə siz və kitab əhli də yəti bikumullahu cəmiən. Yəni qiyamət günü sizin hamınızı deyir Allah Azza və Cəllə bütünlüyü ilə gətirəcək fəyücəzikum bi'əməlikum. Və əməllərinizə görə sizə deyir, mükafat veriləcək ya da cəza veriləcək. İnnəlləhə alə kulli şeyin qadir. Həqiqətən Allah deyir, hər bir şeyə qadirdir. Qavlu Teala və min heythu xaracdə fəvalli vəchikə şətral məscidil haram və innəhu ləl-haqqu min rabbik və məllahu bi qafilin əmmə tə'məlun. Qalə Əbu Amr bilyə vəl-bəqunə bittə. Həmçinin 149-cu ayda isə buyurur ki, Rəbbimiz, harada olsan belə, hansı tərəfə deyir, yönəlsən belə, və min heythu xaracdə, hansı tərəfə çıxsan belə, üzünü deyir, çevir haram məscidinə tərəf, həqiqətən də o Rəbbindən olan bir haqdır və Allah deyir, və məllahu bi qafilin, Allah deyir, sizin etdiklərinizdən heç də qafil deyil. Və bu qədər əziz qardaşlarım, Allah subhanallah bizi eşli faydalan qullarına etsin. Subhanəkə Allahum bihamdik. Və əşhədu ən la ilahə illə ənt. Və əstəğfiruka və ətubu ileyk.